Salam əziz müəllimlər. Bugün yenə bir sualla qarşınızdayıq. Suala izah verməyə çalışacağıq. Deməli, keçək sualımıza. 13-cü sualda bizə nə deyir? Cədvələ əsasən hansı rüşeym və ya rüşeymlərdə bir sinir borusu inkişaf edər? Mən sualı oxuyacağım və bir-bir hər birini izah etməyə çalışacağam. Xordalı heyvan rüşeymlərini 1, 2, 3, 4 rum rəqəmləri ilə işarələyir və digər bölümdə mənə nə deyir? Rüşeymlər üzərində aparılan təcrübələr. Deməli, birinci variantda mənə nə deyir? Bel ektodermasının altındakı mezoderma qatı götürülmüşdür. Yerinə həmin rüşeymin qarın ektodermasının altındakı mezoderma qatı qoyulmuşdur. Biz bilməliyik ki, sinir borusunun yaranması üçün əsas bizim üçün lazım olan bel ektoderması altındakı mezoderma qatıdır. Yəni, bu olmazsa əgər sinir borusu inkişaf etməyəcək. Və eyni şəkildə sualda deyir, bel ektodermasının altındakı mezoderma qatı götürülüb. Götürülübsə avtomatik bunun yerinə qoyulub nə? Qarın ektodermasının altındakı mezoderma qatı. Və bu halda mənim bel hissədə olan mezoderma qatım olmadığına görə sinir borusu inkişaf etməyəcək. İkinci variantda nədir? Qarın ektodermasının altındakı mezoderma qatı götürülmüşdür. Yerinə başqa rüşeymin bel ektodermasının altındakı mezoderma qatı qoyulmuşdur. Mənə önəmli olan nə idi? Bel ektodermasının altındakı olan mezoderma qatı. Bu ikinci canlının zaten özünün bel ektodermasının altındakı mezoderma qatı olduğu kimi qalır. Əlavə olaraq qarın ektodermasının altına da yenə də həmin bu bel ektodermasından birini daha köçürdüblər. Bu o deməkdir ki, bu canlıda artıq 2 dənə bel hissədəki mezodermadan olacaq. Biri qarın hissəsində, biri də özünün orijinal bel hissədə olan mezoderma qatı. Demək ki, bu canlıda sinir borusu 2 dənə inkişaf edəcək. Üçüncü variantda nə deyir? Bel və qarın ektodermasının altındakı mezoderma qatları, yəni hər iki mezoderma qatı götürülmüşdür. Sonra bel ektodermasının altından götürülmüş mezoderma qatı həmin rüşeymin qarın ektoderma qatının altına yerləşdirilir. Bel ektodermasındakı mezoderma gətirilib qarın ektodermasının altına yerləşdirilibsə, yenə də mənim bel ektoderma altındakı o mezoderma qatı sadəcə yerini dəyişmiş olacaq. Amma yenə də var olmuş olacaq. Bu səbəbdən yenə də nə edəcək? Sinir əmələ gətirmiş olacaq. Sinir borusu əmələ gətirmiş olacaq. Demək ki, üzr istəyirəm, birinci variantda heç mənim sinir borum əmələ gəlmədi. İkinci variantda 2 dənə sinir borusu əmələ gəldi. Üçüncü variantda isə 1 dənə sinir borum əmələ gəldi. Dördüncü variantda nə baş verir? Bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüşdür. Sonra qarın ektodermasının altından götürülmüş mezoderma qatı həmin rüşeyimin bel ektoderma qatının altında yerləşdirilib. Mənim artıq qarın ektoderma ilə bağlı bərabər bel ektodermasının altındakı mezoderma qatım da götürülübsə, oraya təzədən gətirib qarın ektodermasının altındakı mezoderma qatını qoymaq bir şey ifadə etməz. Yəni, mənə bu sinir borusunun yaranması üçün belə bir şərait yaratmaz. Mənim üçün əsas olan nədir? Bel ektodermasının altında olan mezoderma qatıdır. Vəssalam. Yəni, bu sinirin yaranmasını tetikləyir sadəcə. Demək ki, dördüncü variantımızda da nədir? Sinir borusu əmələ gəlməyəcəkdir. Mənə nə deyir? Bir sinir borusu inkişaf edər deyir. Deməli, birinci variantımızda əmələ gəlmədi. İkinci variantımızda 2 sinir əmələ gəldi. Üçüncü variantımızda 1 sinir əmələ gəldi. Dördüncü variantımızda heç ümumiyyətlə sinir əmələ gəlmədi. Demək ki, buradan belə çıxır ki, bizim doğru cavabımız nə olacaq? Doğru cavabımız olacaqdır C variantı. C variantı. Deməli, əziz müəllimlər, sualımız bundan ibarət idi. Ümid edirəm ki, sizlər üçün izah edici oldu, açıqlayıcı oldu. İnşallah ki, növbəti videolarda da bu şəkildə seçmə suallar üzərindən, ümumi suallar üzərindən izahlar verməyə
çalışacağam. Diqqətiniz üçün çox sağ olun. Gələn videolara dək. Sağ olun.